Salam dostlar. Bugünkü mövzumuz dizayn patternlara giriş olacaq. Mən dizayn pattern deyiləndə nə başa düşmək lazımdır? Biz dizayn patternları nə üçün istifadə edirik və ümumən proqramlaşdırmada dizayn patternların necə deyirlər, əhəmiyyəti nədən ibarətdir? Biz xüsusilə son dövrlərdə dediyim son 10 ildə və 15 ildə ümumən proqramlaşdırmada yazılan layihələr, hazırlanan layihələr və artıq sənayenin, texnologiyanın inkişafı ilə proqramlaşdırmadakı tələblər həddən artıq çox böyüdüyü üçün və gigant deyə biləcəyimiz səviyyədə proqramlar və problemlər həll olunduğu üçün burada bir şey tələb olunur ki, biz standart kod yazma fəlsəfəsindən çıxmaq məcburiyyətindəyik. Yəni, standart kod yazmaq deyiləndə nəyi nəzərdə tuturam? Standart kod yazmaq sizin üçün bildiyimiz hər hansı bir fəlsəfəsi olmayan, hər hansı bir plana bağlı yazılmayan, plana bağlı qurulmayan bir kod yazma fəlsəfəsi. Yəni ki, məsələn, deyək ki, hər hansı bir web saytı yazırsınız və siz orada nələrə diqqət eləmirsiniz? Məsələn, eyni işi görmək üçün 6-7 fərqli yerdə kod yazırsınız. Ondan sonra sizin üçün necə deyirlər, kodun işləmə sürəti ikinci dərəcəli əhəmiyyətə sahibdir. Ondan sonra kodun oxuna bilən olması ikinci dərəcəli əhəmiyyətə sahib və bunun kimi səbəblər, bunun kimi proseslərə diqqət eləmirsiniz. Yəni ki, bu adətən hansı hallarda problem yaratmır? Əgər yazacağınız layihə çox kiçik bir layihədirsə, yəni həll edəcəyiniz problem çox kiçik bir problemdirsə, bu yanaşma ilə kod yazmağınızda hər hansı problem yoxdur. Yəni, hər hansı bir problem yaranmaz və s. olmaz. Amma layihənizin həcmi və ya həll edəcəyiniz problemin həcmi böyüdüyü zaman müəyyən etapdan sonra o kodlar artıq standart kod yığınından çıxıb bir zibilliyə dönür. Yəni, dolayısıyla siz orada birincisi hər hansı bir komanda şəklində işləməkdən söhbət gedə bilməz. Çünki siz hər hansı bir yazdığınız zaman, müəyyən bir standart olmadığı zaman komanda şəklində işləmək mümkün deyil. Niyə? Çünki siz hər hansı bir, məsələn, bir layihənin içərisində 4-5 nəfər, minimal məsələdən deyək ki, əgər bir proyektin siz bunu 4-5 hissəyə bölürsünüzsə, minimal 6 hissələrə bölürsünüzsə, deyək ki, 6 hissələrə bölürsünüzsə və bu 6 hissələri hər birinə bir developer əsan edirsinizsə bunlara və bunlar nəticə etibarilə buradakı bunlara feature deyək də, biz xüsusiyyət, yəni müəyyən bir proqramın alt xüsusiyyətlərini deyək. Bir xüsusiyyəti, hər xüsusiyyət fərqli developer tərəfindən yazılırsa əgər və bunlar hamısı bir proyektə aiddirsə, bu featurelar bir proyektə aiddirsə, birinci bu yazılan featureların bir neçə qaydası var. Yəni, bir neçə qaydası var. Birincisi, sizin buradakı yazdığınız kod stilistikası və ya qayda qanun, tətbiq elədiyiniz qayda qanun ümumi proyektin qayda qanununa uyğun olmalıdır. Eyni şəkildə o birilərində. İndi, əgər burada hər hansı bir qayda qanununa uyğun olmur, yəni hər hansı bir ümumi standartlar müəyyən edilmədiyi zaman çox gözlənilməyən problemlər çıxa bilər. Yəni, bu developerin yazdığı kod, deyək ki, deployment-ə getdiyi zaman, production-a çıxdığı zaman və ya production-da olduğu zaman siz onun üzərində, necə deyərlər, bir hakimiyyət qazana bilmirsiniz. Harada problem çıxacağını bilmirsiniz, nə qədər, yəni o kodun keyfiyyətini dəyərləndirmək üçün müəyyən ölçü vahidiniz yoxdur.
Dolayısıyla bir proqramı yazarkən müəyyən standartlar müəyyənləşdirilməlidir. Və bu standartlar necə deyirlər, sadəcə bəsit qayda qanun şəklində yox, bu standartlar elə standartlar olmalıdır ki, bunların həqiqətən də layihənin icrasına, layihənin keyfiyyətinə, kodun keyfiyyətinə müsbət təsiri olsun. Yəni bunlar uzun müddət ərzində, illər ərzində proqramçılar tərəfindən yaradılan müəyyən kod stilistikaları var. Hansı ki, bunlar çoxsaylı praktikalar nəticəsində, təcrübələr nəticəsində ortaya çıxır ki, bu qayda ilə biz bu kodu yazdığımız zaman daha keyfiyyətli olur, daha necə deyək, işə yarayan olur və daha az problem yaradan sistem yaranır. Və bu zaman keçdikcə, bunlar artıq çox testlərdən keçdikcə, çox təcrübələrdən, uğurlu təcrübələrdən keçdikcə bunlar artıq standartlaşmış olur. Və bu standartlaşmanın nəticəsində o fəlsəfələrə biz design patternlar deyirik. Design patternlar deyirik ki, hansı ki bunlar artıq uzun illərdir bir proqramçının keyfiyyətli kod yaza bilməsi üçün lazım olan standartlar müəyyən edir. Yəni bu standartları bilmək sizə nə qazandırır? Bu standartları bilmək sizə belə bir yeni developer olaraq və ya bu sahədə yeni olan biri olaraq nəyi qazandıra bilər? Birincisi, nəzərinizdən çıxmamalıdır ki, bütün hal-hazırda istifadə etdiyiniz frameworklər, kitabxanalar, ondan sonra böyük CMS proyektləri, ondan sonra böyük CRM proyektləri, ERP proyektləri, hansı ki bunları siz iş yerinizdə mütləq şəkildə sizdən bir kitabxana istifadə etməyinizi tələb edəcəklər, öyrənməyinizi istəyəcəklər, ya framework, ya CMS, ya CRM, ya da ERP üzərində işləməyinizi istəyəcəklər ki, və bunlar hamısı, böyük applicationların hamısı müəyyən bu standartlar formatında, standartların bünövrəsində inşa edilir. Yəni, dolayısıyla bu o deməkdir ki, siz bu dizayn patternları öyrənməklə bir mənada o kitabxanaların niyə o formada yazıldığını və o formada yazılmanın sizə gətirdiyi faydaları görə bilirsiniz və o framework və ya deyək ki, hər hansı bir kitabxananın daha sürətlə başa düşməyinizə səbəb gətirir. Bu birinci. Yəni bu işin öyrənmə qismində olan hissəsi. İkincisi isə artıq siz o dizayn patternları yazdığınız zaman, tətbiq elədiyiniz zaman artıq sizin yazdığınız kodun keyfiyyətindən əmin olaraq kod yazırsınız. Yəni çünki artıq siz bilirsiniz ki, daha öncədən proqramçıların test elədiyi şeylər var. Necə deyərlər, müəyyən təcrübədən keçib bunlar. Və mən əgər bu təcrübədən Amerikanı yenidən kəşf eləməyin bir mənası yoxdur. Özümüz, yəni müəyyən best practicelər icad eləməyə ehtiyacımız yoxdur. Çünki bu uzun illər ərzində proqramçılar tərəfindən zaten icad olunur. Yəni ki, və dolayısıyla onları istifadə etdiyiniz zaman siz artıq yazdığınız konu, onu düzgün tətbiq etdiyiniz zaman, dizayn patternları düzgün anlayıb və düzgün tətbiq etdiyiniz zaman yazdığınız kodun keyfiyyətindən rahatlıqla əmin ola bilirsiniz. Və təbii ki, bunu tətbiq etdiyiniz zaman eyni zamanda siz onun nəticələrini də görürsünüz ki, mən bunu daha keyfiyyətli və daha sürətli iş görə bilirim. İndi bu dizayn patternlar nəyə görə yaradılır? Nəyə görə yaradılır? Bunu çox modern dillərdən yola çıxsaq biz, və bilirik ki, modern dillərdə 2-3 əsas proqramlaşdırma paradigması istifadə olunur. Functional paradigma, OOP paradigması, imperativ paradigma və s. bunlar istifadə olunur və burada əsas fokus hal-hazırda 2 paradigma üzərindədir. Functional paradigma və OOP paradigması üzərində. Dolayısıyla burada da ümumən deyək ki, OOP paradigmasından danışdığımız zaman bizim qabağımızda necə deyək, həmişə qərar verdiyimiz bir neçə məqam var. Qərar verməli olduğumuz bir neçə məqam var. Birincisi, deyək ki, obyektlər necə yaradılacaq?
Yəni biz obyektlərin necə deyirlər, necə yaradılacağına qərar veririk, necə yaradılacaq. Yəni özümüz layihədə obyektləri necə yaradacağıq? Bu necə yaradılacaq sualının cavabı nədir? Necə deyirlər? Obyektlərin yaradılması dediyimiz şey hansı xüsusiyyətləri daşıyacaq? Hansı xüsusiyyətləri daşıyacaq və obyektləri biz yaradarkən hansı xüsusiyyətlərdən istifadə edəcəyik, hansı formatlardan istifadə edəcəyik. Bəzi obyektlər ola bilər ki, elə obyektlər olacaq ki, bunlar mənim bir obyekt yaradacağım, bu obyekt mənim bütün applicationımda istifadə olunmalıdır, hər yerində eyni obyekt istifadə olunmalıdır. Amma elə obyektlər olacaq ki, bu obyektlər mənim layihəmin alt bölmələrində istifadə olunacaq. Birinci sual bu. Ondan sonra ikinci sual bu. Deyək ki, ikinci sualı mən bunu verdiyim zaman, ikinci sual, yəni ki, bu yaratdığım obyektləri mən hansı formatda bir yerə toplayacağam? Yəni ki, nə mənada mən bu obyektləri nə zaman yaradacağıma necə qərar verəcəm? Məsələn, ola bilər ki, deyək ki, fərqli tipdə obyektlərin yaradılmasını hansı strategiya ilə qərar verəcəm? Yəni, məsələn, deyək ki, 5 dənə klassım var. Bu klasslar hər bir ayrı-ayrı obyektlər yaradır və bu obyektlərin birləşməsindən başqa bir obyekt yaradır. Yəni, bunu bəsit bir nümunə olaraq maşın istehsalından danışsa və ya kompüter istehsalından danışsa, biz düşünə bilərik ki, kompüter əslində nələrdən ibarətdir? CPU-dan, RAM-dən, hard diskdən və ya mobil device'lardan ibarətdir, düzdürmü? Və bunların hər birində bir istehsalçı klası var, təbii olaraq, düzdürmü? Və burada istehsal olunan, məsələn, CPU bir obyektdir. CPU klasından istehsal olunub, RAM bir obyektdir, RAM klasından istehsal olunub və bu obyektlərin birləşməsindən biz nə əldə edirik? Bir PC əldə edirik. Okay? Və bunları mən necə birləşdirəcəm və o birləşdirici klasın strukturunu mən necə müəyyən edəcəm? Bu sual mənə önəmlidir. Çünki bəzi hallarda olur ki, bir klass sadəcə deyək ki, sadə fieldlardan ibarət olur. Yəni, hər hansı başqa bir klassa, başqa bir obyektə ehtiyac duymur. Amma əksər hallarda bizim yaratdığımız obyektlər başqa obyektlərə ehtiyac duyur. Bu ikinci sual. Yəni, həll eləməyimiz lazım olan problemlərdən biri. Üçüncüsü isə, məsələn, biz obyekt OOP paradigmasından danışdığımız zaman, məsələn, bəzən olur ki, bir obyektlərin bir-biri ilə əlaqəsini yaradırıq biz. Yəni, X obyekti ilə Y obyekti arasında bir əlaqə yaradırıq. Bu əlaqə də nədən ibarətdir? Yəni, birindəki olan bir dəyişiklik, bir obyektdə olan bir dəyişiklik başqa obyektdə təsir edə bilər. Hər hansı bir şəkildə. Yəni, dolayısıyla bu aradakı o obyektlər arasındakı ünsiyyəti biz necə təmin edəcəyik? Necə biləcəyik ki, məsələn, bu obyektdə olan dəyişiklik o biri obyektdə necə özünə tapacaq, vüsət tapacaq, belə deyək, görünəcək və s. Bu 3 dənə sual, əsas 3 dənə sual. Obyektlər necə yaradılacaq? Obyektləri biz necə qruplaşdıracaq? Yəni, class levelında necə qruplaşdıracaq? Buradan biz, necə deyərlər, miras almadan mı istifadə edəcəyik? Composition'dan mı istifadə edəcəyik? Yəni, necə bir yanaşmadan istifadə edəcəyik? Bu, üçüncüsü də bir obyektlər arasındakı ünsiyyətin, yəni state change-inin, yəni ki, kontekstdəki, obyektin kontekstindəki və ya obyektin state-indəki dəyişikliklər haqqında digər obyektləri necə məlumatlandıracaq? Yəni, bunlar bizim əsas problemlərimizdir. Çünki bu dediyim problemlər bütün applicationlarda və bütün dillərdə yazılan applicationlarda ən major ifadələrdir. Ən major problemlərdir.
Sırf bu üzərində bu 3 dənə problemi solve eləmək üçün müəyyən design patternlar var. Hansı ki bunlara birincisinə deyirlər, bu birinci problemi həll eləmək üçün əsasən biz istifadə edirik. Creational patterns deyirik buna. Bu mənə deyək ki, və bunun içərisində nümunələr deyək ki, birinci problemi həll eləmək üçün creational patterns deyirik. Yəni buna dediyimiz kimi bu problemin obyektin necə yaradılacağına qərar verir və bunlardan bir neçəsini singleton pattern var, factory, abstract, builder, prototype və s. bunlar çox ola bilər və bunların bəzilərini biz analiz edəcəyik. Ondan sonra structural pattern, bu dediyimiz bu problemi, ikinci problem, yəni bu şeylər necə deyərlər, bu obyektləri biz necə qruplaşdıracaq, sistemləşdirəcək. Buna qərar verən patternlar var. Bunlar məsələn adapter, bridge, composite, decorator, fasad və s. kimi patternlar var. Hansı ki sırf bu məqsədə yönəlik patternlar. Yəni bunlar. Ondan sonra üçüncü sualımıza cavab olan biz necə deyərlər, bu obyektlər arasında xəbərləşməni necə təmin edəcəyik? Xəbərləşməni necə təmin edəcəyik? Bunun üçün də istifadə olunan patternlar var. Observer, strategy, command, state və s. patternlar var. Və bu patternların ümumi planlamasını eləyərkən, yəni bunları öyrənərkən, hamısını öyrənmək məcburiyyətindəyikmi? Yox. Amma öyrəndiyimiz zaman ən çox istifadə olunan patternlar var, design patternlar var. Onları öyrənmək bizim üçün, yəni ən azından mən burada creational pattern'dan bir və ya ikisini öyrənmək, structural'da da ən çox istifadə olunan bir neçəsini öyrənmək və behavioral pattern'ların bir neçəsini öyrənmək mənim üçün önəmlidir. Və bunun müsbət tərəfi və hətta hər hansı bir kitabxana araşdırdığınız zaman, framework'u öyrəndiyiniz zaman və ya hər hansı bir CMS istifadə etdiyiniz zaman və ya daha doğrusu belə deyim də əvvəlcədən sizə hazır verilən bir struktur kod verildiyi zaman ki, siz onun üzərində o bünövrənin üzərində nəsə inşa edəsiniz, o halda ilk olaraq araşdırmanız lazım olan xüsusiyyətlərdən biri odur ki, məsələn, bu frameworkda və ya bu kitabxanada hansı dizayn patternlar tətbiq olunur? Yəni, məsələn, bunu bir neçə kitabxanadan, bir neçə frameworkdən və ya modern olan frameworklərdən istifadə etdiyiniz dil hansıdırsa ona dayanaraq deyirəm. Yəni, hansı patternlardan istifadə olunubsa, o patternları öyrənmək sizin o texnologiyaya daha rahat adaptasiyanızı təmin edə bilər. Təbii ki, bunu bir var, həm iki tərəfli öyrənmək lazım, həm özünüz yazmağınız lazımdır, həm də o başqalarının daha əvvəl, daha təcrübəli olan insanların və ya developer qruplarının bu patterni necə tətbiq elədiyini baxıb analiz eləmək lazımdır ki, orada anlayasınız ki, mən niyə burada bu patterni istifadə etməliyəm. Yəni, bunun mənə gətirdiyi müsbət nədir? Buna baxmaq lazımdır. Və dolayısıyla design patternları hansı dili öyrənirsinizsə öyrənin, hansı texnologiyanı, əgər bir proqramlaşdırma level'ınızın artmasını istəyirsinizsə, bunlar üzərində beyin yormaq sizə həmişə çox müsbət gətirə biləcək. Biz indi bu creational pattern'dan bir nümunə, structural pattern'dan bir nümunə və ən çox istifadə olunan bu patternlardan bir neçə nümunə üzərində işləyəcəyik və onlardan nümunələr verəcəyik ki, biz bunun necə istifadə olunacaq və haralarda istifadə oluna bilər, bunlara baxacaq. Bugünkü izahat bu qədər, növbəti mövzuda görüşənə qədər.